Salam, Kiber Təhlükəsizlik Akademiyasının 5-ci dərsinə xoş gəlmisiniz. Bugün zərərli proqramlar və onlardan necə qorunmağı öyrənəcəyik. Zərərli proqram və ya malware, cihazınıza icazəsiz daxil olaraq məlumatları oğurlayan və ya sistemi zədələyən proqramlardır. Onların viruslar, troyanlar və casus proqramlar kimi müxtəlif növləri var. Hər biri fərqli yollarla zərər verir. Bu proqramlar çox vaxt təhlükəli linklər və ya naməlum saytlardan yüklənən fayllar vasitəsilə cihazınıza sızır. Bəs antivirus nədir? O, rəqəmsal dünyada sizin cihazınızı qoruyan ən etibarlı müdafiəçidir. Antivirus proqramları cihazınızı daim skan edir, təhlükələri aşkarlayır və onları dərhal zərərsizləşdirir. Müdafiənin güclü olması üçün antivirusunuzu və əməliyyat sisteminizi həmişə ən son versiyaya yeniləyin. Sosial mühəndislik isə texnologiyadan daha çox insan psixologiyasına əsaslanan manipulyasiya usuludur. Cihazınızda qəribə pəncərələr açılsa və ya çox zəifləsə, dərhal antivirus skanı edin və böyüklərə xəbər verin. Təhlükəsiz internet üçün antivirusunuzu aktiv, diqqətinizi isə həmişə üzərinizdə saxlayın. Növbəti dərsdə görüşənədək.